Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Bu paylaşımımı mənə zəng eləyən, bizə zəng eləyən, hansı ki deyirləri, şəxsi bir villa axtarıram. Şəxsi olaraq tikilmiş bağ evi axtarıram. O müştərilərimiz üçün çəkirəm, paylaşıram. Bir daha söyləyirəm, tikib satan dostlarımız da, şəxsi inşa olunub, bazara təklif eləyən dostlarımız da, evlərimiz də, hamısı maşallah, Allaha şükür, bugünkü gündə çox gözəldir. Çox da keyfiyyətlidir. Keyfiyyətsiz şeylər demək olar ki, Xəzər rayonunda demək olar ki, belə deyimdə, yoxdur. Əvvəllər ola bilərdi olardı, amma indi maşallah, hamı düzəlir, hamı istəyir gündən günə irəli getsin. Amma bu ev şəxsi olaraq inşa olunub. Öz fikirləri üçün çoxdan burada yaşayış olub, yarı zirzəmisi var, 2 mərtəbə, mansard, 450 kvadrat, 10 sotun içərisində yerləşir. Həyətdə hovuz yoxdur. Amma çox gözəl, geniş, böyük bir qabaqlar dədə-baba həyətlərində şəlalə olurdu. O şəlalədən var. Mən belə düşünürəm ki, əgər uşaq olsa həyətdə, burada çiməcək uşaqlar da heç buradan çıxartmaq olmaz. Amma maşallah yer var. Kim istəsə, harada istəsə hovuz tikə bilər. Hündür, çox keyfiyyətli, necə deyərlər, təməli olan, üstündən kəmər verilmiş hasarları var. Həyətin bir sözü nəyi var? Həyətdə yerdən su çıxır. Yerdən su çıxır. Artisan suyu. Bu ev sahibləri o sudan istifadə edirlər. İçirlər. Çinmək üçün yox, içirlər. Yummaq üçün yox. İçmək üçün elə bir şirin su çıxır buradan. Amma ondan əlavə olaraq dövlətin şirin suyu, qazı, işığı, telefonu, interneti hamısı var, mövcuddur. Bugünkü gündə bu evi ev sahibi 650 min manata sizlərə təklif edir. Avtomatik olaraq darvazadır, putla təchiz olunub, çox qalın, keyfiyyətli, yenə deyirəm, köhnə qapılardandır, ağır qapılardandır. Keçən kimi sol tərəfdə biri sanitar qovşağıdır həyət üçün. O da tək hamam otağıdır, 2 dənə. Sağ tərəfdə yaşıllıq zonasıdır. Mən bir dənə şeyə fikir verdim. Bütün hasarın qırağında səki var. Səkilərin üstündən yekə-yekə qəmmər daşlar yığılıb. Qəşəng səliqəli. Həyət maşallah çox səliqəlidir, səhmanlıdır. Allah ev sahiblərinə can sağlığı versin. Burada yaşıllıq zonasıdır. Tam mərkəzdə bir dənə söhbətgah qoyulub. Yəni oturmaq üçün, dincəlmək üçün, söhbətgah nə üçündür? Oturub söhbət edirsən. Onun üçün. Buradan evin yan hissəsində düz axıra qədər gedən bir veranda var. Bu veranda hansı ki, orada mətbəx otağından bu verandaya çıxış var. Bir daha söyləyirəm, 1 mərtəbə, 2 mərtəbə, mansardı da var, yarı zirzəmisi də var. Ümumi olaraq 450 kvadratda 8 otaqdan ibarətdir. Torpağın da evində kupçası var. Evin qarşısına bir dənə eyvanı var. Belə böyük bir eyvanı orada. Bir dənə də geniş, çox geniş, böyük bir veranda yuxarıda var. Altı isə qarajdır. Bütöv olaraq qarajdır. Yataq otağının qarşısında olan eyvandır. Verandadır. Bu isə, belə deyim də, pilləkən qəfəsindən bura çıxış var. Burada da böyük bir veranda var oturmaq üçün. Yarı zirzəmiyə də buradan keçmək olur. Bir də içərdən düşmək olur. Biz isə indi buradan evin ümumi giriş hissəsindən, evin ümumi giriş qapısından evin içərisinə daxil olacaq. Gedək. Evin ümumi giriş qapısından içəri keçdik. Kiçik bir burada dəhliz var. Ayaqqabı çıxardıb evə keçmək üçün. Hələ bu məncə ayaqqabı üçün yetərin qədər yer var. Kim də istəsə artıra bilər dolabı ayaqqabı yığmaq üçün. Keçirik dəhliz, kiçik bir dəhliz. Burada qardirob otağıdır. İçərisində veşlər var, şəxsi veşlər. Ona görə mən buranı göstərməyəcəm, amma qardirob otağıdır. Qəşənglə dolablar yığılıb, içərisi doludur. Sonra bu qapı isə birbaşa qaraja çıxır. Hansı ki, həyətdə göstərdiyim qaraj. Maşınla gəldim, putla darvazası var. Açdın, qaraja düşdün. Oradan birbaşa evin içərisinə girmək olur, həyətə çıxmaq. Sonra gəldik, bura qonaq otağı zadı deyil ha, dəyərli izləyicilər. Bura dəhlizdir, yenə dəhlizdir. Baxın, geniş böyük bir dəhlizdir. Burada da ev sahibi özü üçün bir güşə düzəldib, oturub istirahət eləmək üçün televizorda qoyub. Bu dəhlizdə isə bölgülər belədir. Bu dəhlizdən göstərirəm sizə. Qonaq otağıdır, mətbəxdir. Bir dənə burada otaq var, hansı ki, əl damı kimi istifadə olunur, banka, balon. Bir daha söyləyəm, dolu olduğu üçün göstərməyəcəm. Ondan sonra 1-ci mərtəbənin sanitar qovşağıdır. Bir dənə də iş otağı var aşağıda. Ev sahibi indi özü üçün iş otağı eləyib, amma kimə lazım olsa oranı yataq otağı da eləmək olar.
Gəl gedək qonaq otağına. Maşallah geniş böyük bir qonaq otağı var. Çox qəşəng. Buranı görəndən sonra çıxdım çölə dedim ki, Natiq buranın şəkillərini çək, binaza işləyək bunu, müştərilərimiz görsün. Gəl. Çox qəşəng böyük bir qonaq otağıdır. Qonaq otağında bugünkü gündə istifadə eləmək üçün hər bir şey var. Ev sahibi dedi ki, söyləyir ki, bəzi əşyaları saxlayacağam, amma ki, mənə əziz olan əşyalar var, onlar çıxmalıdır. Amma danışıqdan asılıdır. TV standdir, kondisionerdir, divan, kreslo, stol, stul, hər bir şey var. Bu qonaq otağı. Çıxdıq. Keçirik indi mətbəxə. Mətbəx özü maşallah çox genişdir. Heç qonaq otağından istifadə eləmə. Evdə olan insanlar demək olar ki, mətbəx otağında yeyəcəklər, içəcəklər, gedəcəklər, gələcəklər. Kondisioner, soyuducu, sobalar, tam mərkəzi böyük bir ada. Altı hamısı dolabdır. Mətbəx mebeli, ev yaşayışda olan evdir. Burada hər şey var. Bayaq həyətdən demişdim, evin böyründəki olan veranda. Bu qapıda həmən verandaya çıxır, yan hissəyə, sol hissəyə. Gəl, gedək. Bu otağı göstərməyəcəm, mən dedim. Burada banka balonlar yığılıb. Göstərməyəcəm, amma iş otağını göstərim. Hal-hazırda ev sahibi özü üçün buranı iş otağı eləyib, kim istəsə buranı yataq otağı da eləyə bilər. Bir daha söyləyirəm, Ağ evin arxasındadır. Yer haqqında məlumat verməmişdim. Əziz izləyicilərimiz, sizlərə ev haqqında bir daha məlumat verim və yer haqqında bir daha məlumat verim. Ev yerləşir Mərdəkan Bravo marketin arxa hissəsidir. Ağ ev adlanan bir ev var idi orada. Hamı bunu tanıyır. Çox adam tanıyır. İndiyə qədər o evin yiyəsi, o Ağ ev ora ad qoyub. İndi o Ağ ev söküldü. Onun yerində Allah sağlamına qisməsi ondan da qəşəng ev tikilib. Gözəl bir ev tikilib. O evdən bura 800-900 metr məsafə var. Çox gözəl, qəşəng bir məhəllədə yerləşir. Həyəti gördünüz. Ev 10 sotun içərisində inşa olunub. 450 kvadrat. Qiymət isə bugünkü gündə 650 min start qiymətdir. Şəxsi ev deyirdiniz. Bu da sizlərə mən Mərdəkanda şəxsi ev təqdim edim. Gedək ikinci sanitar qovşağını göstərim. Birinci mərtəbənin sanitar qovşağı. Qalxırıq ikinci mərtəbəyə. Gəl. Pilləkənlə də qalxaq ikinci mərtəbəyə. Mərmər daşlardır. Sonra buradan birbaşa mən keçirəm. Gəl hələ keçək verəm deyə, gəl. Ay maşallah. Veranda ikinci mərtəbədədir, əziz izləyicilərimiz. Hasar o qədər belə hündür, qəşəng, keyfiyyətli tikilib ki, ikinci mərtəbədən verandadan hasardan yenə heç yer görünmür. Baxın, burada oturun, rahatla. Gülün, danışın, yiyin üçün yenə də çöldən sizə heç kim görməyəcək. Yəni ki, həyətdə hovuz olsa, demək olar ki, heç kim də görməyəcək. Gəl, qalxaq. Pilləkən qəfəsində tam mərkəzdə yerləşən veranda. İndi isə qalxırıq ikinci mərtəbəyə, sonra mansard da var hələ. Bayaqdan danışıram, həyətdən bura qədər danışmışam da, amma istilik sistemi haqqında məlumat verməmişəm, o da məlumat verim. Ev bütöv olaraq kombi sistemindən təchiz olunur. Bax, ikinci mərtəbədə yenə dəhliz. Sonra gəlirik. Burada ümumi, böyük, geniş bir hamam otağı. Buradakı qardirobdur. Hələ orada bir dənə yox. Bura bax, böyük bir dolab yığıb bütöv olaraq qardirob eləmək olar. Bu da geniş, böyük bir hamam otağıdır. Bax, şəxsi villa, şəxsi bağ evi deyirdiniz. Bax, bu da siz üçün. Bu. Gəlin. Baxın, alın. Yaşayındır. Aycan. 8 otaq, bəli, 8 otaq. 8 otaqlı. Bütün qardirob. Düz o divardan bu divara qədər. Bax. Gözəllik. Qonşular da hamısı maşallah səliqəli, yaşıllıq gözəl bir yerdir. Tikiləcək indi gündən günə çox gözəl bir evlər olacaq yenə də. Amma hal-hazırda da var. Buradan biraz da diqqətlə baxsam, göstərsəm sizə bravo görsənir. Yataq otağı mərkəzdə, demək olar ki, valideyn yataq otağı kimi nəzərdə tutulub. Bu yataq otağının da qarşısında bilirsiniz, eyvan var, açmıram. Çünki həyətdən göstərmişdim. Daha çıxmayayım ora. Video çoxalır. Gəl. Yenə yataq otağı. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır.
Allah bütün balaları xoşbəxt eləsin. Sonra burada bir dənə də otaq var, əziz izləyicilərim. Ev sahibi buranı namaz otağı eləyib özü üçün. Çox səliqəli, qəşəng bir də balaca otaqdır. Allah bütün qılınan namazları da qəbul eləsin. Buradan keçirik yenə də yataq otağı uşaq üçün nəzərdə tutulmuş. Balaca uşaqların otaqlarıdır, dərs oxumaq üçün burada oturub buradan istifadə edirlər. Həm dərs, həm də istirahət otağı. Bu da birinci mərtəbədə olduğu kimi yenə də sanitar qovşağı. Mən sizə bir söz deyim. Burada nə xoşuma gəldi? Ev şəxsi olaraq çoxdan tikilmiş olsa da belə hündürlüyü maşallah çox qəşəngdir, çox qəşəng qalıb. Vəsə buranı bitirdik. Qalxırıq mansarda. Gəl. Sizə bir dənə zirzəmini göstərmədim. İnşallah gələndə onu da siz görəcəksiniz. Mən hal-hazırda 3-cü mərtəbədə, tam mərtəbə deməyim, mansarddır bura. Çox geniş, böyük bir mansard otağıdır. Tam da təbirli, qəşəng, səliqəli, monolit betonla. O haqda çox danışmayacağım, çünki aşağıda həyətdə yetərin qədər danışmışam. Belə deyim, yelçəkəndir. Həm arxaya, həm də ön hissəyə pəncərəsi var. Açanda çox qəşəngdir, səliqəli olur. Bu mansardın içərisində 2 dənə otaq var. Biri bu otaqdır. Burada da istilik sistemi kombidir. Biri bu otaqdır. Burada da əşyalar biraz səliqəsizdir, amma qəşəng bir otaqdır. Kim istəsə yataq otağı və yaxud da iş otağı eləyə bilər. Gəl bu otağı da göstərim. Bu otaqda çox qəşəng, səliqəli, dolablar yığılıb. Daxilində yataq dəsti var. Buradan da belə pəncərəsi var. Əziz izləyicilərimiz, bitirdim təqdimatımı. Mən inanıram ki, kimlərsə bu evi zəng eləyib məndən istəyəcək. Niyə? Baxın, deyim sizə. Hansı ki, məndən şəxsi evlər soruşurlar. Onlara mən az təqdim eləyə bilirəm də şəxsi evlər. Çünki bugünkü gündə hamısı tikilib satılandır. İnsanların bəzilərinin xoşlarına gəlir, bəzilərinin yox. Bu da sizə həmən evlərdən biri. Maşallah, geniş bir istirahət güşəsi kimi istifadə eləmirlər. Nə istəyən qoy. Tenis stolu qoy, bilyard stolu qoy, stol aç, qonaqlıq elə, nişan elə, toy elə. Maşallah. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.